En sevdiğim eşya bilirsiniz nedir? Çamadan. Çünkü ben gezmeyi hatırladım. Çamadan ne vaxt çıxarırsansa deməli gəzməyə gedirsən. Ona göre en sevdiğim eşyadır bu. Bu da yoldaşımın. İkisi de təmizdir. Sadece bir dəfə də siləcəm və gözünüz YouTube kanalında olsun. Çünkü güzel vloglar gelecek. Instagramda ise beni izleseniz oradan daim video paylaşacağım. Reelsler paylaşacağım. Tez. Bu şeyi temizlemeye. Deməli, en başından başlayıram danışmağa sizə və çəkəcəm. Mən bilirsiniz, başdan başlayıram çəkməyə axıra qədər. Deməli, çamadanı hazırlayıram. İndi çamadan hazırlığını çəkirəm sizə. 3 günlük gedirik. Yoldaşımın işi var idi Kayseri'də. Dedi ki, gedəm, mən də Kayseri'yə heç getməmişəm. Dedim ki, maraqlı olarsa gedərik. Neysə, maraqlandım, elədim, görüm elə nə bir bunların şey var da, tarixi yerlər falan mən çox sevirəm. Gördüm, bir iki yer var. İndi vaxtı olsa, çünki mən bütün gün əksəriyyət, yəni bütün günümü oteldə olacağım. Axşama o gələcək, mən çıxacağım da onunla gəzməyə. Ona görə də nə çəkə bildim, yox, nə çəkdim, çəkəcəm, hər şey çəkəcəm. Instagramdan isə daimi reelslər yükləyəcəm, yəni samolyot, aeroportu falan filan. Yəni maraqlı olsa Instagramımı da izləsəniz, oradan daimi məndən xəbər tutacaqsınız, isti. İndi nələr aparıram, onları bir-bir göstərəcəm. Burada nə görsəz, hamısı manqozarı. Da bir də bir-bir dinləyin. Bu kətan şalvar tipə maraqlıdırsa da, bu kətan şalvarın o rəngdə də belə futbolkam. Bunu bir günün kombini, bir gün çıxsam bunu geyinərəm. Sonra mənim uşaqlarım biraz kaprisinkiler, necə? Yəni ki, psixoloji olaraq bəlkə də onların beyninə yeriyir ki, bunun mama bişirməyib. Onlar jonu yəni yeyə bilmirlər. Ona görə də mən məcbur 3 günlük olmasına baxmayaraq 2 gündür dünəndən mən xoraya hazırlayıram. Dünən yarım fabrikatları hazırladım, qoydum uşaqlar çünki. Baxın ha, mama hazırlayır. Mama da deyinir ki, qoy ora, mən özüm hazırlayaram da. Deyirəm ki, yeməyəcəklər axı sən hazırlasan. Deyir ki, qələt eləyərlər. Sən olmasa onlar sənə şey eləyirlər də, şıltaqlıq eləyirlər. Sən olmasan elə yeyəcəklər, katmayım ki. Deyirəm ki, ola bilər, amma mən narahat olacağım da. Uşaqlarım bəlkə belə də nuşucanlıqla yeməyəcəm. Orada necə gedim qalım? Dəhşət də, yəni mənim üçün dəhşətli bir şeydir də bu. Dedim, yox da yox. Ona görə deyirəm, yarım fabrikatları hazırlamışam. Bugün isə axşamı xorayın dedim, Nurik nə istəyirsən, o da tuş kebab plov istədi. O tuş kebab plovunu da, tuş kebabı da bir dəfə hazırlayacağım. Bizim cənub zonasının yeməyidir. Onu da bir gün hazırlayıb çəkəcəm. İnşallah Allah ruzusunu yetirsin, qismət eləsin. O da biraz uzun dərədir yəni. O tuş kebabı hazırladım, plovu hazırladım. Sonra pizza da onlar üçün sabah dedim, yəni təzə yeyirsiniz. Pizza hazırladım, qoydum. Sonra yuyundum, başım gözüm yaşdır. Axşam parikmahra gedəcəm. Sağ olsun qız dedi ki, lap axşam yox, mən sənin üçün açaram parikmahrı. Axşam parikmahra gedəcəm ki, gecədir bizim samolyotumuz. Sonra yəni bu qapışmışam, piçonunu da hazırlamışam onlar üçün. Dünən yoldaşım, indi mən bu qədər yorğunluqla dünən piçonunu hazırladım, bir də yarım fabrikatları hazırlamışam. Axşamı da yemək hazırlamışam. Yoldaşım gəlib əlimdə deyir ki, görürsən nə gətirmişəm, sürprizdim, nə gətirmişsən? Göyəm kompot hazırlamağa, deyirəm ki, sən nə edirsən? Deyirsən, zirəksən də eləyərsən, deyirəm, hazırlayaram, amma mən yol üstəyəm. Mən biraz əlimdən tez çıxır iş, ona görə o mənim çox arxaydı. Deyirəm ki, hazırlayaram əlbəttə ki, amma ki, axı mən yol üstəyəm, görürsən ki, mən bugün bu qədər iş görmüşəm. Sabaha da nə qədər, yəni bugün üçün də nə qədər mənim planlarım var da, deyir ki, heç olmaz, ev yox. Neyse, kişilər başa düşmürlər, biraz belə kişilər, belə şeydə biraz nə bilim də, belə çox əhli kefdilər. Sonra da qızımdan soruşur ki, Dəniz, düzdürəm, mən otaqdan çıxandan sonra mama deyinmədi. Nəsə deyindi. Çünki mən deyindim, dedim, yaxşı eləmsən demişsən, dedim, mama dedim, deyindi, mən düzünü danışdım. Dedim, düzün diləndə deyindim, dedim ki, sən Allah yol üstəyəm. Götürün mənim üçün göyəm alıp gəlim, sonra da deyir, birdən qutardı. Deyirəm, 3 günə qəhətə çıxacaq, qutaracaq, 3 günlük gedirik ki, biz 1 aylıq gedirik. Neyse, uzun sözün qısası, bunu hədə bu ikinci kətan şalvarım, belə bu da belə ipli sport stilində. Bunu geyinəcəm, göstərim sizə nə ilə. Bunu geyinəcəm. Bu sarıçkayla. Bu sarıçkamla geyinəcəm. Bu qol uzundur, qollarını qatdalayıb geyinirəm. Biraz oversize'dır.
sadəcə olaraq birdən isti olsa, başqa futbolka da götürürəm ki, birdən isti olsa, heç bilmirəm necə bükdüm, necə, axır əziləcək də, özü də bu şeydir, tez əzilir, kətan da tez əzilir. Birdən də belə futbolka götürdüm, birdən onunla isti olsa, sarıçıqayla isti olsa, bu futbolkanı geyinim. Baxın, mənə bu da Zaradır. Dedim də, buradakilərin hamısı Zara, Mango. Nəysə, uzun sözün qısası, bu futbolkanda dedim, götürürəm onun üçün zapası. Bu da belə, şalvarı köynəyə belə qoyuram. Bunu götürürəm, bu mənim sport stilində, bu da şalvarımdır. Bunu isə oteldə aşağı düşəndə, zavtraq eləyəndə, yemək yeyəndə bundan düşəcəm. Bunun üçün də mən bir dənə belə qara, qabağı budur, bir dənə belə qara futbolka götürürəm. Bunun üçün. Bu bəxtəvərin oğludur, qızıdır, bilmirəm. Bunun üçün də neçə cürə mən futbolka götürürəm. Bir bunu götürürəm. Bir də belə də götürürəm. Bunu bu şortiklə də geyinə bilərəm. Bir də bunu götürürəm. Ola bilər, bunu mən o şortiklə də geyinim. Belə şortik götürdüm. Bu qısadır biraz, çox qısadır. Bu şortik, cibli. Amma çox rahatdır da. Bunu götürürəm, bilirsiniz nəyə? Oteldə, nədir o, otaqda qalanda. Yəni, bundan aşağı düşə bilmərəm, mən utanıram. Çünki bir də baseyin qırağı deyil, belə deyil, yəni düşüb çinməyə zada düşmürəm də. Adam o şəraitdə olanda belə hamı elə geyinir deyə adam utanmıram. Belə isə mən necə geyinim? Otelin içində gəzirəmsə. Ona da nazik belə koftam var. Bu da mango olmalıdır. Bu da mangodur, hə. Bu da mango. Opşim, bunu da götürürəm ki, bu şortiklə geyməyəm. Belə, sonra nə götürürəm? Onlar alt paltarlarda, onları götürmürəm. Sonra bir də deyirəm nəyi göstərmədim. Bir də yola bu futbolkamı götürürəm. Bu qara kətan şalvarımla. Yolda bunları geyinəcəm. Bunları çamadana qoymuram. Bunları geyinəcəm. Bunun pencəyi də var. Bu pencəyi də istəyirəm ki, çantama atam. Ki, birdən də səhərə yaxın biz düşdük orada. Bizdən orada sərin olur. Sonra deyirəm ki, Kayseri'nin temperatürü bizimki ilə bu cür olacaq da, nə qədər soyuq olacaq. Bilmirəm o pencəyi götürüm, götürməyim, qalmışam, gecəlmişəm, qalmışam. Birdən də əlavə sumka bunu götürürəm. Əslində o birisini götürüb, başqasını götürmək istəyirdim. Amma o belə çiyinə atandı. Bu isə belədir. Bu mənə daha rahat olar, mənə elə gəlir, bu mənə daha belə rahat olar. Bunu da bura qoyacağım. Bir dənə isə yola isə Armani cinsi götürəcəm. Всё. İndi aksesuarlarımı falan çəkəcəm. Bir də nə makyaj şeyi, nə var, onları çəkəcəm. Veşilkaları da qoymuşam bura ki, qarışdırmayın. Mən veşilkalarımı gələndən sonra tez hərəsin, nəyə asacamsa onu asın. Elə stol görəcəksiniz, başıma da fikir verməyin. Göstərim sizə bunun içində aparıram makyaj falan şeylərini. Göstərim sizə, çıxarım çörə, yığa göstərim sizə ki, nə aparıram. Güya ki, mən həmişə belə sumkaları dolduranlara belə baxıram ki, deyirəm ki, niyə bu qədər şey aparırlar? Özüm onlardan betər oldum. Nəysə, darağım. Bu, mən ancaq səfərə gedən darağımdır. Sonra rumyana kistim. Yəni, zajim qoyuram. Sonra nəmləndirici kremim, gözaltı kremim. Sonra gözaltı pudram. Dezodorantım, bunsuz mən bir günüm olmasın. Əl kremim. Pitatinin nədir? Qidalandırıcı kremim. Yadınızda da bunu vaxt almışdım, yol üçün sponç. Yəni bankasına qoy, sponçu nədə aparasan. Bu çox yaxşıdır yol üçün. Yəni ağlınızda olsun, görsəniz, hər cürəsi var özdə belə. Baxın, hər cürəsi, hər boyda ölçüdə olanı var. Üz üçün, gözaltı üçün, nə üçün. Belə. Sonra burada da kislərim var. Kislərimin içinə NYX'in bu gözaltı konsilerin. Bərəkət bir dənə də konsiler götürdüm, birdən də qutarar. Çünki çoxdandır işlədirəm bunu. Bilmirəm nə qədər qalıb, görünmür. Plus da ki, mən ancaq onu istifadə edirəm də yayda. Mən bilirsiniz, makyaj çox istifadə edirəm. Bu da pamadam, kaktusikdə. Bu da kislərimdir. Gələm, böyle kisti niyə götürürəm ki? Düzdür. Yox, böyle kisti götürməyim mən. Kisləri azaldım. Mən hansı, nəyə vuracam onu götürüm. Ay sağ ol, onu da azaldıram. O qalsın çöldən. Sonra bu tuş. Kenzo, bir də Gucci götürürəm. Mən bir dənə duxuya heç vaxt vurmuram, həmişə qarışdırıram. Həyatı boyu bir dənə duxuyu vurduğum, çox nadir hallarda ola bilər. Zaranın quyruğunda qalır. Burada aksesi bu mənim dərman şeyimdir.
Nədir o? Yola gedəndə dərman götürürəm. Baş ağrı üçün, nə bilim, təzyiq üçün, sonra temperatur üçün. Orada nə oldu buna? Hə. Orada şey eləməyim, düşməyib, dərman axtarmayım. İndi dolduracaq onu. Sonra burada da aksesuarlarımdır. Taxanda orada göstərərəm. İsmət olsa, sağ-salamat gedib çatsaq. Qorxumdan pasportumu necə? Öncə o qədər xoşsuzam, dedim, nəz gedərəm. Aeroporta baxarım, mənim pasportum yoxdur. Yoldaşım dedi, pasportumu götürəm, pasportu götürəm. Bilir də mən xoşsuzluğuma. Bir dənə də zajımı götürdüm. İlk buradakı, üzüyləm, burada da aksesuarlarımdan azaldacağım. Bu da yola götürdüyüm aksesuar qabıdır. Bu da çox yaxşıdır. Bunu da məsləhət görürəm. Bundan məsləhət görürəm sizə. Yol üçün aksesuar götürmək istəyirsinizsə, buna balaca, özü də çox da yer tutmur. Sonra bunu məsləhət görürəm sizə yol üçün uzağa gedəndə. Nəysə, indi buradan da azaltdıqlarım olacaq. Bu qızılları, bu şeyləri azaldım. Bunlar mənə lazım olmayacaq. Bu da mənim yüzüklərim. Bu da üzüklərim. Buradan da azaltdığım şeylər olacaq. Yəqin ki, belə kaşrefim, pasportum. Əssalam. Bu da yola taxacağım mənim boyun bağım. Belə. İndi mən bunları yığım hamısını. Sonra axşam gəlsin. Uşaqlarla sağollaşaq. Verim əvvəlcə xorəklərimi verim, yığım, yığışdırım. Axşam sonra sağollaşaq balalarımla. Sonra gedək aeroporta. Görüm nə qədər olsa, bəlkə 2 part elədim, 3 part elədim. Bilməm, indi orada nə qədər çəkəcəm. Nəysə, bütün gün yoldaşım olsa işin dalıca gedəcək. Mən oteldə görüm icazə versələr çəkərəm. Qəşəng görməli yerlərin. Uzun sözün qısası. Çox gərginəm, bilirsiniz niyə? Çünki ilk dəfədir ki, evladlarım olmadan mən gəzmək, mənim üçün gəzməkdir. Hə, yoldaşım üçün işdir, mənim üçün gəzməkdir. İlk dəfədir ki, uşaqlarımsız mən gəzməyə gedirəm. Ona görə çox səhərdən belə biraz belə aqressiv idim. Uşaqlar da başa düşür ki, mən niyə beləyəm. Onlar deyir, mama olub, get, gəz özün üçün. Çünki heç vaxt olarsız getməmişəm də. Mama, narahat olma, get. Dımbuş biz, mənim anama dımbuş deyirlər. Dımbuş bizləndir də, yemək də qoymusan, fisiyo da nə narahatsanaq. Amma mənim özüm nasıl deyil, psixoloji olaraq nəsə narahatçılıq keçirirəm. Çünki olarsız heç vaxt getməmişəm. Yəni biz getmişik həmişə uşaqlarla getmişik, həmişə uşaqlar aparmışıq. İndi bu dəfə 3 günlük, yəni bir həftə falan biz gəzmişik, dolaşmışıq, onda da uşaqlarla getmişik. Amma bu dəfə qısa müddət, 3 gün deyirəm, yəni 2 gün orada olacaq, 3-cü gün yəni oradan çıxıb gəlirik də. Prosta 3 gün oluruq da yollarda. Ona görə də bu qısa müddət üçün uşaqları incitmək istəmədik. Amma mənə çox naprıjonluyam. Nə bilim, bilməm nə olacaq, uşaqlarsız bilməm, çox darıxacam. Dəniz də deyir, ay mama, WhatsApp var. Aşka deyir, ay mama, gündə danışarıq, 10 dəfə danışarıq, niyə narahatsan axı, görüntülü danışarıq da. Yoldaşım da deyir ki, onlar böyüyəcəklər, bax, gedəcəklər, gəzəcəklər, dolaşacaqlar. Sən mən yadlarına düşməyəcək, bəsdir də. Gedək də, sən onları niyə bu qədər düşünürsən? Deyirəm, eyb yox, onlar evladdılar, amma mən anayam axı. İlk dəfə də ayrılıram, deyirəmsə biraz çətinlik çəkirəm. İnşallah ki, görən olub. Saçım, başım yaş. Bayaq dediyim kimi parikmahara gedəcəm deyə. Üzürlü sayın məni. Belə. Geyindim artıq, hazırlaşıram. Çox azca, artıq bir işləyib, çox azca gözaltımı biraz ağartacağım ki, meyit kimi meyit birində getməyim. Bir də biraz pomada sürtəcəm aslında. Alfa Romeo. Görelim. Ben duşalar böyle koyabilirim ama. O birisi dokunmuyor. Evet, tamam. Sizin xəbəriniz var ki, mən sumkamdan bəzi şeylər çıxartmalı oldum. Mənim fikrim də yoxdur ki, mən dezodorant falan qoymuşam ha. Qolaltı dezodorant dedim, mənim bunsuz bir günüm olmasın. Baxıram 150 millidir. Mən də öyrəşmişəm, bu həmişə böyük olur. Dedim ki, o balacadır da. Bir dəfəli yazmışdı ki, dedim, birdən 100'ü keçər. Çünki 100, limit 100'dür də, 100'ü keçməməlidir. Bunlar da 50 millilikləri götürdüm də, ətirləri də. 100 milli, 100'ü keçdi, icazə vermirlər də. Bagaja verməyi yox, belə əldə olan şeyə. Nəysə də siz bildiniz. Salam olmadı. Ona görə məcbur. Onları çıxardım.
Deyirəm mən qol altı restoransız mən nə edirəm? Yoldaşım mən şortu alaram da sənə düşünürəm balaca. Nə oldu bax. Belə giymişəm, tripodumu sumkaya qoymuşam da çıxarmadım. Belə o göstərdiyim qara kətan şalvar. Pencəyi də oradadır, yox, pencəyi orada qalıb çamadanın yanında. İndi gedirəm bunların hamısını da уже bərbəzəyləndim. Güya mənim maksimumum budur da. Maksimumdur, biraz belə də normalım. Ona görə gedim çamadanı yığaq. Все, тоже bağlayaq yəni. Saçım bax. Məncə yorğun idim. Biraz uzandım, amma yata bilmədim. Qətiyyən yata bilmədim. Ona görə tripodda sumkada deyə buradan belə əyilib danışıram. Tak что gedək çamadanı bağlamağa. Ətəklərimdən birini qoymaq istəyirəm. Sumkama. Yola da oradan belə bunun uzun ipi də var. Armani cinsli bunu götürürəm. Gündəliyə, yəni belə yerəzada çıxanda da korичневый o şeylərimlə isə bunu tutmaq istəyirəm. Əslində o birisini tutmaq istəyirdim. Prosta ki o çiynə atandı da. Bunda isə belə də var da. Ona gördüm bu daha mənə rahat olar. İndi bir dənə tripodumu qoyum görüm, tripod bunun içinə girirmi? Birdən yerləşməz. Belə. Sumkam düşdü. Burada açkim burada. Pasportum burada. Ən əsası. Ən əsası. Pasportum burada. Все. Bəlkə pamadanı da qoymuram. Oldu da birdən gördüm pamadanı. Çəkmək istədim. Pamadanı da qoyuram bura. Adaptörümü de içine koyayım çantanın içine. Şu diş şotkalarımı falan da koymuşam. Şotkalarım deyəndə diş şotkamı. Baxın bunu da göstərim sizə. Ay, hara qoymuşam diş şotkamı. Ay, tamam. Bir dəqiqə gözləyin, zəhmət olmasa. Bunun içindədir. Uşaqlarım da yatmırlar. Bunlar diş şotkalar üçün baxın yola. Mən bunun için həmişə tərtəmiz eləyirəm, spirtləyirəm. Diş şotkamı da qaynarlayıram. Sonra yenə də bilirsiniz də mən takıntılı vəziyyətimi bir tane de böyle pingvin kloka keçirip ondan sonra zorla keçirirəm bunun içine ki ne bileyim ama içi tərtəmizdir. Yəni bunlar çox yaxşıdır yol üçün, diş şotka götürmək üçün. Bunu da məsləhət görürəm. Dərmanlara da baxın. Təzyiq dərmanı, bir də baş ağrı dərmanı. Hazır da yol üçün əladır. Belə. Pencəyimi də göstərim. Pencəyi də buradaydı. Siz bilirsiniz də mən nə vaxt çölə bayra çıxaram, Bakı başın yonar da. Mən həmişə deyirəm, amma Bakı başın yonur. Yəqin ki, mənim videolarımda hansındasa görmüsünüz. Belə, elə kostyumdur. Yəni bununla şalvar dəsdir. Kostyumdur. Altdan isə mən şey geydim. Yəni qara futbolka elə bildim ki, belə gedəcəm də. Yoxsa ağ bir şey geyinərdim. Amma başın yonur da şəhər. Uçur. Ona görə mama deyir ki, pencəyi də götür də, o içəri qoyma, götür pencəyi. Hələ düşünürdüm, daha mən düşünürdüm ki, bəlkə heç pencəyi aparmayayım vapşım. Ama da ki, nazik, kətan pencəli, bunu niyə aparmısa, bu sənə nə ağırlıq eləyəcək, ki, mən götür. İndi isə məcbur götürdüm. Mən bunu ütləmək yadımdan çıxıb, baxın, varatnikə əyri qalır. Bura bax, bu qədər şey ütləmişəm, bir bunu ütləməmişəm. Əzildi. Daha doğrusu ütülü çıxarım. Şkafdan sadece olarak burada birbirinin üstüne koymuştum. Dünəndən çıxarmışdım ki seçim görüm nəyi geyinəcəm, nəyi yapacağım, nəyi yox. Ona görə əzildi. Bu kətanların da bir dənə bu işi var da tez əzilir. Belə. Bunu da qoydum. Çamadanı da bağlayaq. Məncə çamadanı qoyasıya bir şeyim qalmadı. Bunu da ipini uzadıram. Mənim neyse yar bədənimi görürsünüz, yarı yox, eybi yox. Yola verin geçsin. Çünkü tripod sumkadadır da bile çıxarmayım. Ay tövbə, estağfurullah, biraz da uzadaq.
Çamadan kodun uşaqlar məndən yaxşı bilir. Mən dedim, amma kodu bilirsən değil mi? Yox. Hara aparırsan, bəs beləcəm, nə bilim valla. Sıxdım. Yarından çıxıb kodu soruşmaq. Şimdi bunu Allah'ın köməkliyi ilə bağlayıb. Bir də naushnikim, adaptörümü götürdüm, naushnikim. Bağlandı. Geldi, elə öz maşınımızla geldik. Öz maşınımızla getirdi. Ne bileyim, benden olduğu için özü həmişə taksiyle gelir. Mənlə rahatlık olsun diye maşınla geldik. Oturmuşuq, keçdik. Çekin elətdirdik, keçdik. Ətrafımda adamlar var, bir gəri keçir, bir böyüdən baxır. Ona göre kaldırıp telefonu böyle rahat çekebilirim. Так что biraz yine приключенияlar oldu, как всегда. Problemsiz mümkün değil yani. Ben bilirəm, işimi bilirəm. Ona göre öyle dediğim kimi de oldu. İnşallah otele gedək. Çatar danışacağım size neler oldu. After departure, flight time will be 2 hours 50 minutes southbound from Paris on Mindful Hyper flight. Gürcü'den çıktık Samanyota. Peresatka ile bizim biletimiz. Çünkü Priamoy Kayseri'ye uçan təyyarə yoxdur. Gürcü'ne çatdıq. O kadar adamı gördünüz də. Ben başa düşə bilməm. Bizdə sakitçilikdir. Bura Kaşadır. Dəhşət. Şükür ki gəlib çatdıq. Bir saatlik təyyarə ilə yolumuz var. Bir süre sonra otel. Bir çataydım. Ay. Ama hiç yatmadım. Çünkü ben təyyarəni çok sevirəm. Həmişə belə pəncərədən boylanıram, baxıram. Gecəsin, gündüzün.
səhərə yaxınım. Hər fasonun görmək istəyirəm də, ürəyim gedir. Elə də elədim. Taksidə yenə yatmadım. Çox sevirəm, təyyarəni çox sevirəm. Pilot olmaq istəyirdim uşaq vaxtı. Papam qoymadı, dedi ki, olmaz. Dedim, niyə? Dedi ki, gələcəkdə ailə quracaqsan, yoldaşım səndən yemək gözləyəcək, sən isə arvad göydə uçur. Olmaz. Çox təəssüf. Pilot olması. Elə həsrət çəkirdim o samolyot. Uçuran pilotun səsini eşidirdim. Ay, necə həsrət çəkirdim. Nəysə, gələn gedən baxır kameram. Dedim, otelə gedim, çəkərəm. Saçım da bilirsiniz də biabırçılıq vəziyyətlədir. Nəysə. Yola çıxanın günah olmaz. Hiç yok. Bilirsiniz mən hara gətirir. Gəldik o. Bir dənə çəkim, çünki 3 saatdır samolyotdadır, çəkə bilməyib. Düşəndən sonra da çəkim rəhbərliyə registrasiyadan keçdi, ona görə çıxdı gəndə açıq havaya. Pistiliyirlər. Oturduk bir çay içək. Hələ biraz vaxtımız var, bir yarım saat vaxtımız var. Sonra samolyota keçid edəcək. Ona görə bir stəkan çay içək, çox yoruldum. Perisadka yorur adamı. Pryamoy olsaydı daha rahat olardı. Təəssüf ki, yox idi. Allah, ətri qoymuşam sumkama, əl sumkama da. Zajimi qoymuşam çamadana. Başım işləyir mənim. Zajimin çamadanda nə işi var? Özdə mən belə saç tökməyə dəniz demiş ki, sənə çox elə hövsələn çatacaq saç tökməyə. Biraz tökürəm, sonra ürəyim qızışır, yığmaq istəyirəm. İndi yığmaq istəyirəm, sumkamı eşirəm, ətir orada, pomada orada, tripod orada, mənə lazım olanlardan zajim yoxdur, ölürəm. Sərindir, amma belə əsəblərimi toxunur saç. Bütün işim belədir, bütün işim mənim tərsədir. Saçma. Vay. Hamı yatmışdı. İndi bilməm, oyaq olan var idi ya yox, amma belə çoxu yatmışdı. Yoldaşım da yatmışdı. Mən isə pəncərədən belə baxırdım. Dan yeri sökülürdü təzə-təzə. Ağlamaq tuturdu onunla məni. Uşaqlarımsız. Uşaqlarımı istəyirəm. Ayaqla gedə-gedə də uçuruq. Samolyota minəndə də uçuruq. Yerə uçuruq. Bir saat olarak planlandı. Kayseri'de güzel bir hava mevcut. Gökyüzü açık. Güneşli, sıcaklık 22 santigrat derece. Alçış öncesi son durum bilgisini sizlerle paylaşıyor olacağım. Hepinize keyifli uçuşlar dilerim. Lastiği başınızdan geçirip normal nefes almaya devam edin. Önce kendi maskenizi, sonra çocuğunuzun ve diğerlerinin maskesini takın. Oksijen maskelerinin
Gəldik çatdıq. Çox yorğunam. Biraz yəni üzərimi dəyişim, biraz istirahət edeyim. Sonra otaq turu çəkəcəm. Ondan sonra görüm nə çəksəm çəkəcəm. Amma biraz istirahət edeyim. Vlogu da burada bağlayım. Mənə elə gəlir ki, daha doğrusu mən yəni bölümdə hissələrə bir çamadan hazırlığı və yol, sonra da ki artıq Kayseridə olduğumuz günlər. Kanalıma abunə olun. Instagramda da reelslər paylaşıram. Oradan da məni izləyə bilərsiniz. Abunə olsanız orada, YouTube'a da sevinərəm. Videonu bəyənsəniz like-a toxunun. Çox məmnun olurum. Çox təşəkkür eləyərəm. Olmasanız da canınız sağ olsun.